xanım deputatımızın bu çıxışı tənqid edildi. Videoya mən də baxdım. Deputat sonra gördüm ki, adı soyadı deputat Ülviyə Həmzəyevanın parlamentdəki çıxışı sosial şəbəkələrdə tənqid olunub. Birinci dəfə idi ki, Ülviyə Həmzəyevanı belə parlamentdə çıxış edəndə görürdüm. Heç vaxt o çıxış etməyib. Bəli, təbii ki, istinad edirəm Bakı Postda xəbər verir ki, sözü gedən çıxışda xanım deputatın hazır mətni üzündən çox bərbad formada oxuduğu əks olunub. Mətn uzun idi, mən də fikir verdim. Xanım da həyəcanlı idi. Mən düşünürəm, bu birinci dəfə idi ki, parlamentdə çıxış edirdi. Ona görə həyəcan hiss olunurdu. Ülviyə xanım, Həmzəyeva Ülviyə xanım, mən sizin yerinizə olsam gündəmə uşaq pulunu gətirərəm. Siz uşaq pulunu gündəmə gətirin, görün hamı sizi sevəcək ya yox. Siz, bizim veteranlarımız var, hansı ki 80 manat alır. Siz onları gündəmə gətirin, ictimailəşdirin. Görün sizi necə sevəcəklər. İnanırsınız, bu çıxışınız həmən yaddan çıxacaq. Bax, mən çox xahiş edirəm, ya müsahibə verin, ya açıqlama verin, ya heç parlamentdə danışmayın. Elə belə kimlərləsə, yəni bizim saytdan, müxbirlərlə görüşəndə, sayt rəhbərlərlə, kiminlə görüşəndə biraz, çox yox, belə yüngül uşaq pullarına toxunun, görün sizi necə sevəcəklər. Uşaqlar lap dəhşət sevəcək sizi. Onda deyəcəklər ki, Ülviyə Həmzəyevaya, Ülviyə xala Həmzəyevaya heç kim toxunmasın. Uşaqlar deyəcək.